Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəldiniz. Bugün sizlər üçün çox gözəl, dadlı bir şirniyyat resepti paylaşıram. İlk dəfə hazırlamağıma baxmayaraq hər kəs dadını çox bəyəndi. Gördüyünüz kimi üzəri yumşaq, içərisi isə fərqli bir içliklə hazırlanmış dadlı bir şirniyyatdır. İndi isə keçək hazırlanma qaydasına. Əvvəlcə 600 qram unun üzərinə 250 qram otaq temperaturunda yumşalmış çörək yağı əlavə edirəm və umat halına gələnə qədər əlimlə ovuram. Umac artıq hazırdır gördüyünüz kimi. İndi isə üzərinə çay qaşığının ucunda birazca duz əlavə edirəm. Daha sonra 1 çay qaşığı kabartma tozu və 1 paçka vanil əlavə edib qarışdırıram. İndi isə üzərinə 3 ədəd yumurta sarısı və 200 qram qatıq əlavə edib xəmir yoğururam. Siz qatığı xama ilə də əvəz edə bilərsiniz. Xəmirimiz artıq hazırdır. Orta sərtlikdə, çox da yumşaq olmayan bir xəmir alınır. Xəmirin üzərini örtürəm və 1 saat kənarda gözlədirəm. İndi isə içlik hazırlayaq. Bunun üçün bizə 3 ədəd böyük ölçüdə olan alma lazımdır. Əvvəl almaların qabağını soyuram. Daha sonra isə rəndənin iri gözündən keçirdirəm. Almaları tavaya əlavə edirəm və orta ateşdə ara sıra qarışdıra bir qədər bişirirəm. Alma bir qədər yumşaldıqdan sonra isə üzərinə yarım stəkan şəkər tozu əlavə edirəm və şəkər tozu tam əriyənə qədər qovururam. Daha sonra isə üzərinə yarım stəkan qoz ləpəsi əlavə edirəm. Təəssüf ki, həmin hissəni çəkə bilmədim. Kameranı yandırmağı unutmuşam. Qozla da birlikdə bir qədər qovururam. Daha sonra isə içliyimiz artıq hazırdır və ocaqdan götürürəm. Burada isə sizə yaxından göstərirəm. İçərisində xırda doğranmış qoz ləpələri var. Təbii ki, siz bunu istəsəniz badam və yaxud da fındıqla da əvəz edə bilərsiniz. İndi isə başlayaq şirniyyatımızı hazırlamağa. Əvvəlcə xəmiri 4 bərabər hissəyə bölürəm və hər bir hissəni videoda gördüyünüz kimi uzunsov formaya gətirib 10 bərabər balaca kündəyə ayırıram. Forma vermək üçün gördüyünüz bu alətdən istifadə edirəm. Əvvəlcə kündənin üzərinə yerləşdirirəm və yayıram. Daha sonra isə içərisinə içlik yerləşdirirəm. Videoda gördüyünüz şəkildə bükürəm və şirniyyatımız hazırdır. Çox gözəl bir görüntü alınır. Hər birini bu formada hazırlayıram və soba listlərinə yığıram. Hazırlanma qaydasını burada sizə təkrar göstərirəm. Əgər videomu bura qədər izlədinizsə, o zaman rəylərdə fikirlərinizi qısa da olsa yazsanız çox sevinərəm.
Hər birini gördüyünüz şəkildə hazırladım və mənim sobamda 100-150 dərəcə arası 20-25 dəqiqəyə üzəri biraz qızarana qədər bişirdim. Təbii ki, sobalar müxtəlifdir. Siz öz sobanızın bişirmə rejimini daha yaxşı bilirsiniz və dərəcəsini, eyni zamanda saatını ona görə ayarlaya bilərsiniz. Tam soyuduqdan sonra isə üzərindən bir qədər şəkər pudrası səpdim. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun deyirəm. Doğrudan da çox gözəl dadlı bir reseptdir. Hazırlasaz peşman olmazsınız. Əgər videomu bəyəndinizsə kanalıma abunə olaraq bəyən düyməsinə basmağı, yaxınlarınızla paylaşmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.